Herkese salam. Mən bugündən etibarən yeni formata başlayıram. Hansı ki, Azərbaycanda ən güvəndiyim kursları, ondan sonra keyfiyyətinə əmin olduğum kursları və Türkan Əkbərova belə deyək, keyfiyyəti altında imza ata biləcəyim kursları özüm, yəni promotionsuz, ümumiyyətcə heç bir gəliri gütmədən reklam eləmək istəyirəm. Və bunlardan ilki də Bahar xanım, Bahar Qarxanovanın kursudur, mühasibatlıq kursu. Bahar xanımın kursunda mənə əsas nə pozitiv cəhətdən etkilədi, nə mənə bura gətirdi. Bahar xanımın müqaviləsi üstündə bütün şərtlərin yazılması, yəni havada olan heç bir şey yoxdur. Həqiqətən bugünə qədər demək olar ki, məzunlarının indi özü deyəcək, yəni 95%, hətta deyərdim ki, 98% işə təmin olunub və hətta təmin olunandan sonra belə, yəni Bahar xanım hər bir məzunun arxasında yenə durur. İndi özü Bahar xanım müəyyən qədər məlumat verəcək. Sizə təbii ki, müqaviləni də göstərəcəyik. Buyurun Bahar xanım. Danışın, ümumiyyətcə qısa bir məlumat verin kursunuz barədə, məzunlarınız barədə. Deməli, belə deyim ki, ümumiyyətlə biz Capital Corporation Akademiya olaraq çalışırıq ki, tələbəni mühasibatlıq yolunda daim irəli olaraq addımladaq. Və əsas məqsədim mənim üçün bu sahədə fərqlilik yaratmaqdır və bu fərqlilikdən biri də işlə təmin məsələsidir. Əslində, belə deyək, işlə təmin olunma sözünü mən sözdə saxlamıram və hər detalı ilə müqaviləmdə qeyd edirəm və bu müqavilədə əsas şərtlərdən biri də tələbənin yalnız və yalnız mənim təlimimdə iştirak etməsi və davamlı olaraq iştirak etməsidir və bu zaman 3 aydan sonra mən ona söz verirəm müqaviləyə əsasən ki, mən bu tələbəni işlə təmin edəcəm. Əks halda təmin etməsəm, bu zaman o tələbənin mənə verdiyi ay-bay ödənişini tamamilə geri qaytarıram və beləliklə də artıq 66 məzunumdan 61-ni işlə təmin etmişəm. Bu sahələr fərqlidir. Məsəl üçün, konsalting şirkəti var, constructionlar var və yaxud da ki, istehsalat sahəsi var. Ən çox tələbələrimin yönləndirdiyim sahələr construction və consulting şirkətləridir. Belə deyək, niyə bu iki sahəni daha üstün tuturam? Çünki tələbələr çox əziyyət çəkir bu zaman və mən də həmişə tələbəyə demişəm ki, ilkin prosesdə çox əziyyət çəkməlisən ki, bəhrəsini görəsən. Düzdür, 3 ay boyunca da əziyyət çəkdirirəm tələbələrə. Kurs 3 aydır, eləmi? Bəli, kursun davam müddəti 3 aydır və bu 3 ay kifayət eləyir ki, mühasibatlığı işə başlayacaq qədər öyrənsin. Bəli, belə deyil. Ümumiyyətlə, mühasibatlıq sahəsi elədir ki, illərlə də işləsə, heç kəs peşəkaram deyə bilməz. Çünki peşəkarlıq tam başqa bir səviyyədədir. Peşəkarlığa biz ən azından bir 5 il, 10 il stajımız olsun ki, təcrübəmiz olmalıdır ki, biz özümüzə belə deyək, peşəkar deyək. Mən sadəcə olaraq 3 ay ərzində tələbəni güvənli şəkildə mühasibatlıq sahəsinə işləyəcək qədər yüksəltməyimdir. Və ondan sonra tələbə artıq öz yolunu tutur. Yəni, bəzi tələbələrim var, beynəlxalq tərəfə gedir, F3, F7 alır. Bəzi tələbələrim var, belə deyək, milli mühasibatlıq tərəfə gedir, yəni PMS sertifikatı alır. Bu artıq, belə deyək, tələbənin öz yolunu özü tutması deməkdir. Sizdə həmçinin aylıq ödəniş var, eləmi? Yəni ki, aylıq ödəniş bir dəfə deyil, yəni aylıq 400 manat olaraq ödəniş edilir və işlə təmin edilməsəniz əgər, hansı bir müddət ərzində işlə təmin etməsəniz? 30 təqvim günü yazılıb müqavilədən, amma hələ ki, tələbələrim də, belə deyim, təsdiqləyə bilər ki,
heç bir tələbə 30 günü gözləməyib. Aa, Yəni elə tələbəm olar. olub ki, belə deyək, 3 ayın ortaları işə daxil olub. Aa. Elə tələbə olub ümumiyyətlə 1 ayın sonunda işdən təmin Aha. olunub. Yəni bu bir aydan çox çəkməyib ki, artıq iş təmin Bəli, olunub. bəli. Misal üçün siz belə deyək, günü sabah başlasanız Bahar xanımın kursuna 4 aydan sonra əmin olun ki, işiniz var. Yəni Bəli. işlə boğuşmayacaq, işsizliklə boğuşmayacaqsınız. Bu çox gözəl bir şeydir. Və məni ən çox belə deyək, nə pozitiv cəhətdən belə şoka saldı hətta deyim. Sizin tələbə ola işlə təmin olunmuş bir tələbəniz var. Bəli, bəli. Eləmi? Super. Hansı sahədə olub bu? Belə deyim, indi yaxından başlayaq. Aha. Hal-hazırdakı davam edən qrupumda Emil, məsələn, Construction şirkətində işlə təmin olunur. Əla, super. Aha. O belə deyək və ondan əvvəlki də tələbələrin məsəl üçün indi araşdırsaz özüm də adlarını çəkirəm ki, tam belə deyim baxanlar inansınlar. Rahiddir, sonra Röyadır. Birazdan sonra siz də tanıyacaqsınız və videoda görəcəksiniz. Hətta 2 mövzudan sonra işlə təmin olundu. Bu əslində bu o demək deyil ki, tələbə 2 gündən sonra gəldi, 1 aydan sonra gəldi, professionallaşdı, yox. Direktorlar məndən belə deyək, namizəd istəyirlər və mən belə deyim, öz tələbələrimi yönləndirirəm o direktorlara. Çünki o direktorlar bilirlər ki, həqiqətən də mənim tələbəmdirsə, bu işi biləcək. Yəni elədir. Bahar xanımın onsuz da bu sahədə, mühasibatlıq sahəsində belə deyək, bir keyfiyyət təminatı var. Bahar xanım, Bahar Qaraxanova mühasibatlıq sahəsində, yəni keyfiyyət deməkdir, söz deməkdir, əminlik deməkdir, mən bunu da bilirəm. Özünüzü təqdim edin. Mən Mustafa. Mustafa bəy, siz sıfırdan Bahar xanımın yanına kursa başladınız, eləmi? Aha, və mən belə bildiyim qədərilə sizin xüsusi bir кейsiniz var. Hansı ki, siz kursdan sonra işlə təmin olunmusunuz. Amma bir müddət sonra daha perspektivli bir yerdə özünüzü inkişaf etdirmək qərarını aldığınız üçün iş yerini dəyişmək qərarı almışsınız, eləmi? Əla. Və həmin müddətdə hələ də düşünürəm ki, işsizsiniz, eləmi? Bəli, işdən ayrılmışam. Yeni iş axtarışındayım. Əla. Və bu müddətdə də mən belə başa düşürəm, Bahar xanım hələ də sizin ən böyük dəstəkçinizdir, eləmi? Bəli, Bahar xanım. Əla. Gözəl. Mənim əslində Bahar xanımın, indi özü də məlumat verər, ən sevdiyim nüanslarından biri də odur ki, Bahar xanım belə bir təminat da verir. Əgər tələbə getdiyi iş yerindən narazıdırsa, hansısa bir anlaşılmazlıq yaşanırsa və s. və axır bir işsizlik yaşanırsa, Bahar xanım yəni yenə də həmin o tələbənin arxasında durur və belə deyək, yenə də iş axtarışlarına, iş təminatına davam edir. Belə, təşəkkür edirəm sizə. Çox sağ olun, mən də təşəkkür edirəm. Salam. Siz Bahar xanım tələbələrindən birisiniz. Bəli, mən özünüzü təqdim edin. Sahidə Əhmədova. Bahar xanımın yeni tələbələrindən biriyəm. Yeni tələbə. Nə zaman məzun olacaqsınız? Sentyabrda məzun olacağam. Sentyabrda məzun olacaqsınız. Sizə tək bir sual verəcəm. Niyə məhz Bahar xanım? Deməli, mən son 1 ildir ki, mən kurs axtarırdım. Mühasibatlığa girişlə bağlı. Başqa kurslarda sınamsınız, eləmi? Başqa kurslara sınav dərsinə belə getdiyim olan kurslar. Həmin kurslarda tapa bilmədiyim hər şeyi, nələr tapa bilməlisiniz, misal üçün? Mənə lazım olanlar praktika. mühasibatdır. Yəni mən çalışan zaman onları istifadə edə biləcəyim şeyləri mənə öyrədir Bahar xanım. Bundan əlavə olaraq ortam, yəni səmimi ortam olur. Bu da çox müsbət təsir eləyir ki, bizim
müsahibələrə hazırlaşmağımız olsun, gərginliyi aradan qaldırmaq olsun, bunlar çox yaxşıdır. Bundan başqa da mən ilk səfər gələndə sınaq dərsi oldu bizdə və sınaq dərsini çox bəyəndim həqiqətən. Yəni birinci dərs olaraq elə gözləmirdim və sınaq dərsindən sonra qeydiyyatdan keçdim. Demək olar ki, atılan hər kəs qeydiyyatdan keçmişdi, yəni qrup olaraq. Belə, yəni mən çox məmnunam. Hal-hazırda mən kursum bitməyib, davam eləyir və çox məmnun qaldım həqiqətən. Amma işlə təminatınız gözlənir, eləmi? İşlə təminatı təbii ki, biz müqavilə imzalamışıq. O müqaviləyə əsasən kurs bitirəndən sonra üçün hal-hazırda mən gedirəm müsahibələrə və müsahibə nəticələrim belə çox yaxşı vəziyyətdədir və öyrəndiklərim demək olar ki, suallar verilir bununla bağlı mənə və hamısına cavab verə bilirəm və bu mənə çox sevindir həqiqətən. Əla, bunu ancaq bir Bahar xanımın tələbəsi eləyə bilər, eləmi? Əla, gözəl, möhtəşəm. Çox sevindim sizin adınıza, təşəkkür edirəm. Çox təşəkkür edirəm mən sizə. Bahar xanımın digər bir tələbəsi ilə bərabərəm. Özünüz təqdim edin zəhmət olmasa. Mən Nigar İbrahimova, Bahar xanımın hal-hazırda sonuncu qruplarından birində təhsilini davam etdirirəm. Sentyabrın ortalarında məzun olmağımız gözlənilir. Siz də deyəsən başqa kurslardan sonra məhz Bahar xanımı seçmişsiniz. Niyə? Təqribi bir il araşdırma etdim kurslarla bağlı. Bir neçə kursun sınaq dərslərində iştirak etdim. Sonunda tanınmış kurslardan birini seçib orada başladım tədrisə. Sadəcə orada tələbə çox olduğuna görə, yəni 20 plus tələbə var idi və hər kəs rahat şəkildə istədiyi sualı verə bilmirdi. Və mən həmin ərəfədə də CV atırdım. Təbii ki, çağırırdılar, müsahibələrə gedirdim. Lakin mənə müsahibədə verilən sualların cavabını bu kursda öyrənə bilməyəcəyimin fərqinə vardım. Həmin ərəfədə də Bahar xanımı LinkedIn üzərindən izləyirdim və onun ödənişsiz seminarı var idi 2 günlük vergi ilə bağlı. Və seminarda iştirak edərək Bahar xanımı tanımışdım. Və elə seminardan sonra zaten kursla Bahar xanımın arasındakı fərqi aydın şəkildə görə bildim. Elə bundan sonra kursu dayandırdım yarıda və Bahar xanıma müraciət edib onunla birlikdə davam etməyə başladım. Əla, gözəl. Və sizin işlə təminatınız gözlənilirmi? Bəli, artıq müsahibələrə gedirəm, iştirak edirəm müsahibələrdə, müsbət geri dönüşlər də olur. Sadəcə artıq demək olar ki, praktiki cəhətdən o dərəcədə inkişaf etmişik ki, iş bizi təmin etmir də, belə deyim, qane etmir daha doğrusu. Ona görə Bahar xanım da sağ olsun, dəstəkdə sonuna kimi və növbəti iş müsahibələrini bizi göndərir. Möhtəşəm, əla, sağ olsun Bahar xanım. Bahar xanım, mən belə başa düşdüm ki, sizin müqavilədə yazılmasa belə, hətta belə bir hallar olur ki, tələbəlik müddəti davam edə-edə sizin işlə təmin etdiyiniz tələbələriniz olub. Bəli, təsdiqləyirəm bunu. Bəzən elə hallar baş verir ki, müqavilədə yazılmasa belə 3 aydan tezdə tələbəni işlə təmin eləmək mümkündür mənim üçün. Çünki sağ olsunlar rəhbərlər, şirkətlər mənim verdiyim təhsilə güvənirlər. Çünki heç bir CV-də yazılan heç bir belə deyək, bacarıq kağızda qalmır. Həqiqətən də bir tələbə nəyi yazırsa CV-də o məsələni bilir. O tapşırığı bilir, mövzunu bilir və buna görə də elə tələbələrim olub ki, 2 mövzu keçdikdən sonra işlə təmin olunublar, 1 ay bitdikdən sonra, 2 ay bitdikdən sonra işlə təmin olunublar. Belə. Bahar xanımın daha bir tələbəsi ilə bərabərik. Özünüz təqdim edirsiniz. Emil Quliyevdanım. Emil bəy, məncə siz də başqa bir kursdan gəlmişsiniz və məhz Bahar xanımı seçməkdə sizi nə vadərlədi? Bəli, mən də başqa bir kursda olmuşam. Bahar xanımın sınaq dərsinə qoşuldum. Orada Bahar xanımın tələbəyə yanaşmasını, necə fərdi bir qaydada başa salmağını, Bahar xanımın təlimində əsas olan o deyil ki, vaxtın tamam olsun. Əsas o deyil. Bahar xanım hər bir tələbənin üstündə fərqli bir yanaşma, tələbə tam öyrənənə qədər həmin tələbənin üstündə durur. Bu 1 saat yarım da ola bilər, 2 saat da ola bilər, 3 saat da ola bilər. Yəni tələbə tam öyrənmədən Bahar xanım həmin günü dərsi bitirmir. Yəni Bahar xanım vaxtdan daha çox tələbənin məhz öyrənməsinə
önəm Bəli. göstərir və hər bir tələbəyə qrup şəklində belə olsa fərqli yanaşır, deyilmi? Çox gözəl bir şeydir. Və mən belə başa düşürəm ki, sizin fərqli bir belə deyək, nüansınız var. Siz tələbə ola-ola, məzun, yəni olmamış, işlə təmin olunan bir tələbəsiz, eləmi? Bəli. Aha, Bəli. nə zaman məzun olacaqdınız və nə zaman işlə təmin olundunuz? Məzun olmağıma hələ bir ay qalıb. Prosta mən 2-ci ayın sonunda işlə təmin olmuşam. İşlə hal-hazırda özümdə yəni işləyirəm. Əla, gözəl. Yəni ki, sentyabrda məzun olacaqdınız və avqustun sonunda, artıq son 2 həftədə belə başa düşdünüz. Son 2 həftə, bəli. Son 2 Aha. həftə oldu. Yəni ki, işləyirəm, işlə təmin olmuşam, işləyirəm. Əla və bu müddətdə hətta işlə təmin olmasanız belə yenə də Bahar xanım sizə dəstəkdir. belə başa Əlbəttə ki, düşürəm, eləmi? Bahar xanım yəni iş mühitində, yəni hər hansı bir nəsə yəni yolunda Bahar xanım yəni özü bizə yəni dəstək olur. Yəni əsas da yəni Bahar xanımın dərs boyu, dərsdən sonra da yəni verdiyi motivasiya, yəni insanı qoymur ki, yəni motivasiyadan düşməyə qoymur insanı. Əla, gözəl. Bəs yaxşı Bahar xanım, bu günə qədər belə deyək, olubmu ki, heç kəs işlə təmin olmasın və yaxud belə deyək, əsas nədir sizin o şərtləriniz ki, ya tələbə kursdan xaric oluna bilər, ya işlə təmin olunmasına qarşı səbəb ola bilər. Nədir? Bu kimi səbəblər də var, eləmi? Və müqavilələr də təbii ki, öz əksində tapır, yəni ki. Bəli. Belə deyim, müqaviləndə ümumiyyətlə 3 şərt var ki, tələbənin işlə təmin edilməsinə, belə deyim, mən zəmanət vermirəm. Bu 3 şərtlərdən biri nədir? Bir tələbənin qrupda iştirak etməməsi, qruplarda iştirak etməməsi. Davamiyyət bəs şeyi varmı, limiti varmı, nə qədər davam gəlməsə artıq xaric olunur kursdan. Belə bir şey varmı limit? Belə deyək, belə limit mən təyin etməmişəm. Limitim mənim nədir? Yaxınlıq, dürüstlük, belə deyək, bir-birimizə dəstək meyarı. Tutalım bir tələbənin işi olmadı və bu tələbə mənə bildirir və biz qrup şəklində o tələbəyə dəstək oluruq və o qrupumuz bizim məsələn 3-cü günüdürsə, biz o qrupu salırıq 4-cü günə, növbəti günə salırıq, qrupcasına. Və burada da bir məqamı mən belə deyək, addımlayıram ki, o məqam nədir? Tələbələr artıq məsuliyyət daşısınlar ki, hə, mən gələ bilmirəm deyən digər qrup da mənə görə qalır. Yəni bir növ bu da mənim belə deyək, sirlərindən biridir ki, yəni tələbəni çəkim. İkinci şərt odur ki, məsələn, tələbə ola bilir ki, düzdür, elə bir hadisə baş verməyib, bir ay gəlir, sonra da tələbə çıxa bilər ikinci aydan və məndən iş təminatı istəyə bilər. Əlbəttə ki, bu olmayacaq bir şeydir. Yəni belə, mənim işlə təmin etməmə kimi şərtlərim bu ola bilər. Amma hər davamlı şəkildə tələbə gəlirsə, davamlı şəkildə tələbə belə deyək, öyrənirsə, əlbəttə ki, 100% işlə təmin olunacaq və əgər əks halda təmin olunmasa, ödənişini geri qaytaracaq. Əla.